Həyatımda ilk dəfə seçimi Şəhriyara buraxdım və məni gətirdiyi yerin gözəlliyinə baxın, peşman eləmədim məni. Çevir. Astarada mini bodrum çox gözəldir də, yəni. Astalanya, buranı çoxları tanıyırmış, mən təzə tanıyırmışam. O da mən təzə gəlmişəm də 2-3 ildə, ona görə. Yavaş-yavaş kəşf edirəm. Girən kimi çox gözəl bir fon var. Bu arada Astarada, Lənkəranda Bəygəlin çəkilişlərin çoxusu da burada olur. Gəlin bizim qaldığımız yerə baxaq. Keç. Girən kimi ilk sağda, sağı göstər birinci. Birinci sağı göstər. Bir dənə belə 2 nəfərlik otağımız var. Dəniz mənzərəsinə açılır. Buranın ən böyük üstünlüyü gözəl dəniz mənzərəsi. Dənizə 0 məsafə. Bəli, yekə-yekə teraslar, çöldə yemək yeməyə, samavar çayı içməyə, qəşəng qonaqlıq eləməyə, bisetkalar, yayda çimmək üçün qəşəng çimərlik. İndi gəlin növbəti. Bu arada otaqda hər şey var ama taxta çıxmaq şərti ilə bu onsuz olmalıdır. Şkafların bir dənə yekəliyinə, genişliyinə baxın. Yəni nə varsa yığın gətirin. O bir otaqlara. Bir dənə bura baxın da, xahiş edirəm. 1, 2, orada da 3 nəfərlik kravatlar. Tək nəfərlik də, amma 3 nəfər üçün. Burada belə bir divanı, hər cür şəraiti var. Aşkım, buradan çıxmağa ehtiyac yoxdur. Elə buranı gəz qutar, ondan sonra tətilə çölə çıxarsan. Allah'ın dostum, otağı boydadır ki. Burada belə bir masası. Buradan da bisetkaya çıxış var. Burada məsələn çörək yeməyə, mizi, stolu, samavar çayı gətirirlər, samavarı zadı. Burada da dənizə 0 məsafə. Yayda da bu bisetkalar hazır olacaq. Bizim uşaqlar da orada balıq tuturlar. Məryəmgildə balıqdadılar. İnad eləyiblər, görə tuta biləcəklər. Keç, göstərək davamını. Televizoru, qəşəng burada kettle, Mini barı, xaladeniki. Xaladenik. Nə deyirlər? Xaladenik demirlər. Ne yapıyorsun? Sen hele xaladenik deyirsən, mən də xaladenik deyirəm. Mətbəxi göstər zəhmət olmasa. Geniş bir mətbəxi dostlar. Get. Get qutarmı? İndi buranın VIP otağını göstərirəm sizə bu kotecin. Qalx yuxarı, oranı mən kapmışam, türklər demiş. Qalx. Ay Allah. Gəlib tutara bilmədim mən. Burada da mini balaca şeyler de var. Ne deyirlər ona? Nə deyirsən? Balaca evlər deyirlər də. Mini koteclər var. Daha sonra otel otaqları var. Belə yekə koteclər var. Yəni necə bir yerdə qalmaq istəsəz 2 nəfərlik, 4 nəfərlik, 6, 8, 10. Belə hündür bir mayak biçimdə. Binası da var. Dənizi lap hündürdən görmək üçün. Yəni muhteşem ötəsi bir yerdəyik. Həqiqətən mini bodrumdayıq elə bir Astaran bodrumunda. Çox gözəldir. Bu arada Astalanya'da idman zalı, daha sonra voleybol, basketbol zonası, uşaqlar üçün əylənməyə yerlər, çox gözəl banket zalları, restoranı və çox qəşəng yeməkləri var. Buranın restoranında da olmuşam, möhtəşəmdir, yəni həqiqətən. Restoranı da göstərəcək. Burada gözəl ad günlər, tədbirlərdə rahat şəkildə görə bilərsiniz. Çox sağ ol bizi bura gətirdiyin üçün, həqiqətən möhtəşəm. Noş Məni peşman eləmədin sənə buraxdığım üçün seçimi.